Səhər-səhər imsaka duranda çox səhv qidalanırlar. Bu da əlbəttə ki, onlara bütün günə aclıq və yorğunluqla geri qayıdır. Bu 3 qızıl qayda hər şey dəyişəcək. 1. Maksimum protein, yəni zülal. Yumurta deyəndə bəzilərinin üzü turşuyur. Ancaq zülal mənbəyi təkcə yumurta deyil, kəsmik. Bəli, mükəmməl bir zülal mənbəyidir. 100 qram kəsmikdə təxminən 17-18 qram zülal var. Kəsmiyin üzərinə immun sisteminizi gücləndirmək üçün çörək otu səpməyi unutmayın. Səhər-səhər boşqabınıza kəsmik qoymaqla həm mükəmməl bir zülal mənbəyi qazanacaqsınız, həm də 8-9 saata qədər tox qalacaqsınız. İkinci qızıl qaydamız sağlam yağlardır. İmsakda boşqabınıza əlavə eləyəcəyiniz 10-12 ədəd badam gün ərzində sizə həm maqnezium verəcək, həm də ki, tərkibində olan sağlam yağlar vasitəsilə sizi tox saxlayacaq. Həm də badam ciddi lif mənbəyidir. Üçüncü qaydamız isə təbii hidratasiyadır. Yəni bədənin su balansının təmin edilməsi. Bilirəm çoxunuz yeyə bilmirsiniz, ancaq bol-bol göyərti. Kəsmiyin badamın yanına əlavə edilmiş bol-bol göyərti gün ərzində həm sizi su ilə təmin eləyəcək, həm də mədənizdə, bağırsağınızda şişərək qan şəkərini tənzimləməklə yanaşı sizə gün boyu toxluq yaşadacaq. Bu gün boyu susuzluğu yaşamamaqdan ötürü mükəmməl bir vasitədir. Bugün bu metodu yoxlayın və rəylərdə fikrinizi yazın və əlbəttə ki, bu videonu oruç tutan bir dostunuza göndərin.